Sizi Floridadan salamlayıram. Mən özüm artıq 10 aydır ki, Amerikada yaşayıram və bu səmanın altında yaşamağı çox sevirəm. Amma bütün bunlara baxmayaraq, burada elə bir məsələlər, elə bir mövzular var ki, insan o vaxtı fikirləşir ki, kaş ki Azərbaycanda yaşayardım. Və bu videonu çəkməkdə məqsədim odur ki, Amerikada biz Azərbaycanlılar üçün çətin görünən cəhətlər haqqında sizə danışım. Əgər sizin də Amerika arzunuz varsa, mən təklif edirəm ki, siz bu barədə bir daha və biraz da ciddi fikirləşəsiniz. Odur ki, əgər mövzu sizə maraqlıdırsa, kanala abunə olmağı və videonu like etməyi, həmçinin dostlarınızla paylaşmağı unutmayın. Başladıq. Deməli, birinci insanı ən çox narahat edən məsələ odur ki, burada bürokratiya var. Az qala ömrümüzün hər günü biz deyirik ki, kaş ki burada asan xidmət olardı. Çünki bizdə nə qədər məsələni hətta asan xidmətə getmədən belə həll etmək mümkündür. Məsələn, mobil qaydada etibarnamə vermək və ya deyək ki, banka getmədən kredit götürmək və s. Burada isə hər şey üçün fiziki olaraq durub getmək lazımdır. Və nəinki getmək lazımdır, bir neçə dəfə getmək lazımdır. Və telefonlarınıza cavab verilmir. Telefonlar avtomata qoşulur. Siz bir çox hallarda AI ilə söhbət etməli olursunuz və ən yaxşı halda bir mesaj qoyursunuz və ümid edirsiniz ki, sizə geri dönəcəklər. Hətta bir faktı sizə deyim ki, dövlət qurumlarına zəng edib 8-10 saat xəttə gözlədikdən sonra telefon kapatıla bilər və ümumiyyətlə heç sözünüzlə deməyə bir insan tapmazsınız. Və maraqlı mövzular silsiləsindən burada bəzən sistem o qədər köhnəlmişdir və köhnə qaydada işləyir ki, məsələn, bəzi dövlət qurumlarında, hətta deyim ki, FBI-da məktubları yalnız faks ilə göndərə bilirsiniz. Bəzi sığorta şirkətlərinin sığortasını ləğv etmək üçün siz əl ilə yazmalı olursunuz, əl ilə məktub yazmalı və onu poçt ilə göndərməli olursunuz. Bəzi qurumlar sizdən kart ilə və ya nağd ödəniş qəbul etmirlər, yalnız bank çeki qəbul edirlər, təsəvvür edin və bir çox hallarda Apple Pay işləmir. Amerikada Apple Pay işləmir, təsəvvür edin və siz fiziki olaraq kartdan istifadə edə bilirsiniz. Məsələn, məşhur Walmartda vəziyyət bu cürədir. Və məsələn, burada bir körpü layihəsinin təsdiqlənməsi 10 ilə yaxın vaxt ala bilər. Çünki bu bir ətraf mühit məsələsi olduğuna görə müxtəlif qurumlar və ictimaiyyətin müxtəlif təbəqələri münasibət bildirirlər və bir proses təkcə körpünün təsdiqlənməsi, tikintisindən danışmıram, 10 il vaxt ala bilir. Ona görə bürokratiya burada dəhşətli səviyyədədir. Hər gün poçt qutunuza nə qədər məktub gəlir. Yəni, mən burada bir günə aldığım məktubları Azərbaycanda bir ömür boyu almamışam. Və məktub o qədər çoxdur ki, siz artıq onları oxumağa çatdırmırsınız və ola bilər ki, vacib bir məktub var və o məktubların içində sadəcə itir. Ürəyim doludur bu mövzuda, amma sizi çox yormayacağam. Keçəcəm ikinci məsələyə, nəyə görə Amerikada yaşamaq çətindir. Digər bir mövzu isə kondisioner ilə bağlıdır narahatlığım. Ölkəyə girəndə qalın gödəkçə ilə girirsiniz və sonra da demək olar ki, hər gün sizin üstünüzdə qalın bir geyim olmalıdır. Baxmayaraq ki, mən Florida kimi Amerikanın ən isti yerində yaşayıram, mənim üşümədiyim bir gün belə olmayıb. Siz təsəvvür edin, getdiyiniz istənilən qapalı məkanda otellər, mollar, kafelər, xəstəxanalar, hər yer o qədər soyuqdur ki, mütləq bir üst geyimə ehtiyac var. Kinoteatr o qədər soyuqdur ki, siz soyuqdan filmi ümumiyyətlə başa düşmürsünüz. Hamı ora qalın geyinib gəlir. Və bunun da maraqlı bir səbəbi var. Sən demə, Amerikada kondisionerlər üzrə bir standart var və bütün qapalı məkanlar bu standarta əməl edirlər. Standart isə 1960-cı ildə tərtib olunub. Belə ki, 60-cı ildə ofisdə işləyən kişilər üçün tərtib olunub. Düşünülürdü ki, bu kişinin təxminən 40 yaşı var və o çox vaxt qalın kostyumda olur və ona görə onun üçün ideal temperatur 20-22 dərəcədir. Və biz bugün onun əziyyətini çəkirik. Hər yer çox soyuqdur və hətta Florida və Texas kimi isti ştatlarda belə bir prinsip var ki, nə qədər soyuqdur, o qədər lüksdür. Nə qədər soyuqdur, o qədər yaxşıdır. Bu da maraqlı bir məsələdir. Üçüncü, Amerikada məni narahat edən mövzulardan biri skamlardır. Skamlar burada dələduzluğa deyilir. Mənə elə gəlir ki, dələduzluq üzrə müsabiqə keçirilsə dünya üzrə, bəlkə də Amerika birinci yerdə olar.
Siz inanmazsınız burada nə qədər dələduzluq faktı var. Hər gün telefonumuza mesajlar gəlir. Güya iş təklifi olunur, güya tanışlıq məqsədi ilə kimsə yazır. Müxtəlif hallar və ya bir mesajda deyilir ki, siz ödənişli yoldan istifadə etmisiniz. Bugün onun ödənişini etsəniz, borcunuzu bağlasanız sizə endirim düşəcək. Müxtəlif hallar. Dələduzluq o qədər genişdir ki, siz dələduzlardan əməlli başlı yazılı məktublar alırsınız və bu məktublarda açırsınız, oxuyursunuz. Güya ki, sizin avtomobil sığortanızın rəqəmi azalıb, güya siz hansısa bir lotereyanın qalibisiz və s. Yəni və bu dələduzların əsas hədəfi miqrantlardır və yaşlı insanlardır. Çünki miqrantlar yerli qaydaları bilmirlər. Yaşlı insanlar isə yaş səbəbindən onlar müasir texnikalardan, belə deyək, onlayn vasitələrdən zəif istifadə etdikləri üçün bu dələduzların hədəfinə çevrilə bilirlər. Amma sizə maraqlı bir faktı da deyim. Bu mənim çox xoşuma gəldi şəxsən. Bu da ondan ibarətdir ki, əgər siz banka zəng edib desəz ki, mənim bank detallarım oğurlanıb və ya mənim bank kartımdan elə bir əməliyyatlar olub ki, o mən deyiləm, onu kimsə edib, dərhal bank son 2 həftədəki, hətta son 3 həftədəki alışları geri qaytarır və sizin kartınıza həmin pul geri qayıdır. Bu çox yaxşıdır. Amma təsəvvür edin ki, siz bir xidmət sahəsindəsiniz, bir xidmət göstərdiniz və kart ilə ödəniş qəbul etdiniz. Çox da sevinməyin. Ola bilər ki, üstündən 2 həftə keçmiş, həmin məbləğ geri çəkilsin. Çünki mümkündür ki, hər hansı bir dələduz həmin məbləği oğurluyubmuş, belə deyək, kartın detallarını oğurluyub və gəlib sizin xidmətdən istifadə edib, kart sahibi xəbər tutan kimi bank onu bloklayır və məbləğ geri qayıdır. Nəticədə siz əli boş qalırsınız. Bu da belə. Amerikada məni 4-cü təəccübləndirən və xoşum gəlməyən cəhət bu da tiplərdir, yəni çay pulular. Mən xatırlayıram özümün New Yorka ilk səfərimi. Biz taksidə oturmuşduq və aramızda müzakirə edirdik ki, görəsən biz 5 dollar yoxsa 10 dollar çay pulu verək. Və biz çatana yaxın qarşımızda bir ekran açıldı oturacağın arxasında və bu ekranda yazılmışdı ki, siz çay pulu növünü seçin. Bu ya 10% olmalıydı, ya 15% ya da 20% olmalı. Təsəvvür edin, sizin heç şansınız da yoxdur ki, öz istədiyiniz 5-10 dolları verəsiniz. Və amma elə bil ki, sanki hər il bu çay pulu artır. Amma bunun da səbəbi var. Sən demə bu ölkədə bəzi sahələr var ki, xüsusilə xidmət sahələri, orada insanlara minimumdan aşağı maaş vermək qanunidir. Məsələn, ofisiantlar, barmenlər, parking işçiləri, sən demə bu insanlar əsas hədəfi odur ki, maaşlarının qalan hissəsini çay puludan götürsünlər. Ona görə əgər siz restoranda yemək yesəniz və yalnız o hesabı ödəsəniz, çay pulu verməsəniz, gəlib sizdən soruşa bilərlər ki, problem nədir, siz niyə çay pulu vermədiniz? Və hətta iş o yerə çatıb ki, gözəllik salonlarında fərqi yoxdur, siz nə qədər ödəniş eləmisiniz və nə qədər az xidmət almışsınız, sizdən çay pulu gözlənilir. Hətta geyim mağazalarında, yəni istənilən yerdə. Deyək ki, siz 40 dollar verdiniz, bir gəmiyə mindiniz və səyahət edirsiniz. Okeanı gəzməyə çıxmışsınız. Qaydanda gəmi personalı qutu ilə sizə yaxınlaşır və sizdən çay pulu istəyir. Bu da belə bir maraqlı faktdır. Mən əlbəttə insan olaraq başa düşürəm ki, o insanların maaşı azdır və s. Amma mən axı xidmət və məhsula görə ödəmişəm. Niyə üstəlik onların da maaşını mən düşünməliyəm? Bu mövzu mənim xoşuma gəlmir. Bunu da dedim. Amerikada insanları narahat edən mövzulardan biri də bu təkcə biz miqrantları yox, ümumiyyətlə elə yerli insanları, vətəndaşları da çox narahat edir. Bu da tibbi sığorta xidmətləri və bu xidmətlərin bahalığı və sistemin mürəkkəbliyi mövzusudur. Hətta ötən il United Healthcare adlı bir sığorta şirkətinin CEO-su qətlə yetirildi, qəzəbli bir insan tərəfindən və bu ictimaiyyətdə böyük bir səs-küyə, dalğalanmaya səbəb oldu və siz təsəvvür edin, insanlar qətlə yetirilən insanın yox, məhz qətlə yetirənin, qatilin tərəfində oldular. Çünki çox adamın ürəyindən tikan çıxdı. Çünki sığorta elə bir vəziyyətdədir ki, sığorta sistemi insanı bu həddə gətirib çatdıra bilir. Siz təsəvvür edin ki, aylıq minimum 300 dollar ətrafında bir sığorta haqqı ödəyirsiniz. Amma buna baxmayaraq, sığorta şirkətinin sizin bütün xərclərinizi ödəməyi üçün siz əvvəl minimum bir rəqəm var. Bu da rəqəm deyək ki, bir 4000 ətrafındadır. Minimum o qədər siz xəstəxanaya getməlisiniz, o xərci çəkməlisiniz ki, sonra sığorta sizin bütün xərcləri qarşılasın. Və ya siz bir rəqəm var və kifayət qədər böyük rəqəmdir. O rəqəm civarında bir dərman almalısınız ki, ondan sonra geri qalan hissəni sığorta qarşılasın. Sığorta
sistemi o qədər mürəkkəbdir ki, siz təsəvvür edin, burada neçə il yaşamış insanlardan da mən məsləhət almaq istəyəndə biraz izah edirlər. Sonra deyirlər ki, mən özüm də tam başa düşmürəm. Yəni o qədər mürəkkəb və qarışıq sistemdir. Amma Allah eləməmiş, sığortanız olmasa, siz təsəvvür edin, bir dəfə təcili yardımın çağırılması sizə $1500 başa gələ bilər. Bu yaxınlarda mənim tanışımın ayağına şüşə batmışdı və bu şüşəni çıxartmaq xərci $900 ətrafında oldu. Təsəvvür edin. Ona görə Amerikada sağlam olmaq vacibdir. Mən bunları sizə sürətlə danışdım, amma burada durub sizdən soruşmaq istəyirəm. Ümumiyyətlə video sizə maraqlıdırmı? Mövzu maraqlıdırmı? Maraqlıdırsa like düyməsini basmağınızı xahiş edirəm. Davam edək. Amerikada digər məni təəccübləndirən cəhətlərdən biri də odur ki, burada hər şeyin üstündə bir satış vergisi var. Bu nə deməkdir? Deyək ki, siz mağazadan $10 bir əşya aldınız. Siz kassaya gələndə ödəməyə əmin olun ki, minimum orada $11 bir hesab ödəyəcəksiniz və ya $11 bir ödəniş edəcəksiniz. Və bu da qiymətin üstünə gələn satış vergisidir. Bu insanları əməlli başlı narahat edir. Amma mənim Florida sakinlərindən yaxşı bir xəbərim var. Buranın Senatı təklif edib ki, 2025-ci ildən, yəni bu ildən etibarən icarə üzrə olan satış vergiləri 6%-dən 5.25%-ə kimi endirilsin və hətta müzakirə olunur ki, $75 qədər olan geyim əşyaları üçün satış vergisi olmasın. Burada məqsəd uşaq böyüdən ailələrə və yaşlı insanlara dəstək olmaqdır. Bu da belə. Amerikada məni narahat edən məsələlərdən biri də bomjların, yəni evsiz insanların çox olmasıdır. Məsələ burasındadır ki, burada 660 mindən çox insan evsizdir və küçələrdə yaşayır. Baxmayaraq ki, hökumət müəyyən tədbirlər görür, sığınacaqlar tikir, amma yenə də hamıya çatacaq qədər sığınacaq yoxdur. Və siz təsəvvür edin, bu evsiz insanların 4-dən biri ruhi xəstədir. Və onlar müxtəlif səbəblərdən və çox hallarda da maddi səbəblərdən evsiz qalırlar. Və burada minimum maaş bir otaqlı evin icarəsi üçün yetərli deyil. Ona görə bu qədər insan küçədə yaşayır. New York şəhəri və Los Angeles ümumiyyətlə bomjların əsarəti altındadır. Hətta paytaxt Vaşinqtonda belə siz görürsünüz ki, küçənin mərkəzində çadırlar qurulub və insanlar orada yaşayırlar. Bu görüntü insanı həm məyus edir, həm qorxudur, həm də gələcəyi ilə bağlı narahat edir. Amerikada digər bir mövzu nə ki, bizi, xüsusilə də biz Azərbaycanlıları narahat edir. Bu da odur ki, siz heç kimlə birbaşa əlaqə yarada bilmirsiniz. Biz axı öyrəşmişik WhatsApp vasitəsilə kiminlə lazımdırsa bir əlaqə quraq və tez, sürətli şəkildə işlərimizi həll edək. Burada o mümkün deyil. Siz təsəvvür edin ki, heç bir halda siz həkiminizin mobil nömrəsini bilmirsiniz. Yalnız onun assistentinə yaza bilirsiniz. O isə həkim uyğun olarsa və istəyərsə sizə cavab verər. Sən demə, bu qanunla belə tənzimlənir və qanunla həkimlərin öz mobil nömrələrini xəstələrə verməyə icazəsi yoxdur. Çünki düşünülür ki, həkim qeyri ziyarət vaxtlarında bir məsləhət verərsə xəstəyə, yəni onu müayinə etmədən məsləhət verərsə, bu yanlış ola bilər. Ona görə də bu mümkün deyil. Siz burada vəkilinizlə heç bir halda mobil vasitəsilə əlaqə saxlaya bilmirsiniz. Çünki burada vəkilin hər dəqiqəsi puldur. Odur ki, siz yalnız vəkilin sizin üçün təyin etdiyi koordinatorla əlaqə saxlaya bilirsiniz və bəxtiniz gətirsə, o sizin suallarınıza cavab verir. Burada siz uşağın müəllimi ilə heç bir halda telefonla əlaqə saxlaya bilmirsiniz. Yalnız məktəbin icazə verdiyi mobil tətbiqlər vasitəsilə ünsiyyət qurursunuz. Məqsəd də odur ki, müəllimlərin iş və şəxsi həyat balansı pozulmasın və onlar ödənilməmiş əməyə cəlb olunmasınlar. Bu da belə. Bir də Amerikada çox maraqlı bir məqamdır ki, siz burada ən çox çay üçün darıxa bilərsiniz. Yəni, şəxsən mən çay üçün çox darıxıram. Çünki siz hər hansı bir məkana gedəndə çay istəsəz, əvvəla gərək deyəsiniz ki, mən isti çay istəyirəm. Çünki burada çay anlayışı buzlu çay anlayışıdır, iced tea'dir. Və siz isti çay istədiyinizi deyəndən sonra onlar sizə paketdə çayların seçimini gətirirlər, belə fəxrlə təqdim edirlər və siz oradan istənilən bir çayı seçirsiniz. Hətta deyək ki, çay sizə çaynikdə verilir və ən belə gözəl bir fincanda verilir. O istənilən halda paket çaydır. Amma sən demə, Amerikalıların çayla düşmən olmaqlarının bir səbəbi varmış. Və bu səbəb nəydən ibarətdir? 1773-cü ildə Amerikada Boston Tea Party adlı bir akt baş verib. Bu siyasi bir akt idi. Məsələ ondan ibarət idi ki, Britaniyaya məxsus olan East India şirkəti
çay satırdı burada Amerikada və o aksiz vergisindən tamamilə azad idi. Və bu da Amerikalı iş adamlarını narahat edirdi, çünki haqsız rəqabət yaradırdı. Və ona görə də həmin ilin dekabr ayında bir neçə aktiv insan East India şirkətinə məxsus olan gəmilərə hücum edir və çəkisi 40 tondan çox olan çayı okeana tökürlər. Mən indi də o çay haqqında fikirləşəndə heyfim gəlir. Və ondan sonra Amerikalılar bir vətənpərvərlik nümayişi olaraq ümumiyyətlə çay içməkdən imtina edirlər və çayın yerini kofe tutur. Və bugün biz bunun əziyyətini çəkirik. Və ən sona saxladığım məqamı demək istəyirəm, amma adamları ən çox narahat edən səbəblərdən biri də bu da avtomobil sığorta haqqının çox yüksək olmasıdır. Amerika üzrə bu rəqəm illik $3500 yüksəkdir və bu da müxtəlif amillərdən asılıdır. Sizə deyim ki, ən çox sığorta haqqını ödəyir yeniyetmə oğlanlar. Çünki burada 14 yaşından etibarən bəzi ştatlarda sürməyə icazə verilir. Həmin insanların ən yüksək sığorta haqqı ödəməsi mümkündür və bir də yaşı 75-dən çox olan insanlardır. Və sığorta qiymətinə başqa nələr təsir edir? O təsir edir ki, sizin burada sürmə təcrübəniz nə qədərdir, maşının modeli nədir, siz onu şəhər ərazisində yoxsa kənar sakit bir qəsəbədə sürəcəksiniz və s. Amma bütün bunlar da yetmir. Bir də maraqlı hadisə var. Son dövrlərdəki ən yeni avtomobillər öz sürücüləri haqqında bütün datanı sığorta şirkətlərinə verirlər. Belə ki, avtomobil sizin sürmə tərzinizi, sürətinizi, əyləcədən istifadə tərzinizi data olaraq toplayır və sanki sizi sığorta agentinə satır. Ona görə də müəyyən qədər bu sığorta haqqının təyin olunması nisbi bir anlayışdır. 2025-ci ildə avtomobil sığortasının ən yüksək olduğu ştatlar New York, Florida və Arizonadır. Mən bugün Amerikada məni narahat edən, xoşuma gəlməyən 10 cəhət haqqında danışdım. Amma bütün bunlara baxmayaraq mən Amerikanı sevirəm. Görünür ki, onun üstün cəhətləri mənim saydığım 10 belə deyək, çətin cəhətlərindən daha güclüdür və ona görə də mən burada yaşamağı seçmişəm. İstəyirəm siz də kommentlərdə yazasınız ki, bu saydığım cəhətlərdən hansı sizə daha dözülməz gəlir? Yoxsa deyirsiniz ki, bütün bunlara baxmayaraq Amerikaya köçməyə dəyər? Bugünlük bu qədər. Hələlik.